Salam dəyərli izləyicilərim. Bugün sizə Binəqədi rayonunda Deska yolu deyilən yerdə ümumi 3 sot torpağın içində yerləşən yaşayışlı 4 otaqlı bu gözəl evi sizə təqdim edirəm. Əzizlərim, evimiz yerdən kürsülüdür. Padvalına 2 tərəfdən xodu var. Padval da qupqurudur. Özüm şəxsən baxmışam. Əzizlərim, ev də insan kimidir. Evin böyründə yer olmayanda ev nəfəs almır, kiflənir, padvala nəm verir, çürür gedir. Evin 4 tərəfinə fırlanmağa yer var. Yerdən də gördüyünüz kimi 11 daş kürsülüdür. Padvala demək olar ki, ayaqüstə gəzmək olar ilə. Əzizlərim, indi də gedəyin evimizin nəsil tanış edim. Əziz izləyicilərim, evimiz qoşadaşla inşa olunubdur. Tikinti zamanı keyfiyyətli materialdan istifadə olunub. Əzizlərim, görürsünüz ki, polu taxtadır. Özə qəşəng taxtalardandır. Ana bala bir-birinə içəri keçmə taxtalardandır. Gözəl qurulub. Bura qonaq otağıdır. Qonaq otağında böyüklüyünü görürsünüz, əzizlərim. Bura bizim mətbəximiz. Bura ədəb yolu. Bura sanuzi. Ədəb yolu ilə sanuzi ilə ayrı-ayrılıqdadır. Burada yenə belə bir otağımız var. Əzizlərim, dəhlizimizdə maşallah böyükdür. Elə dəhlizdə bir otaqlı demək olar ki, əzizlərim, qiyməti 155.000 manatdır. Çox gözəl qiymətli əzizlərim bu yer üçün. Sənəti də köhnə 2006-nın bələdiyyəsidir. Tam Kufçaya gedən sənətdir.